Son zamanlarda müzakirələrə səbəb olan bir mövzu var. Bəylər nikah zamanı xanımlarının soyadlarına keçirlər və son 3 ayda 6 kişi nikah zamanı xanımının soyadına keçib. Burada bir sual yaranır. Bəs görəsən, şəhər sakinləri bu mövzu ilə bağlı nə düşünürlər? Kişilərin xanımların soyadına keçməsi biraz qəribə gəlmir sizə? Gəlmir. Məncə o da normaldır. Yəni həyat yoldaşınız sizin soyadınıza keçmək istəsə pis baxmırsınız. Xeyr, razı olaram. Siz həyat yoldaşınızın soyadına keçərsiniz məsələn evlənən zaman? Ayva da imkanlısı olar. Aynen. Siz məsələn xanımınızın soyadına keçərsiniz, yəni. Xeyr, Amma indi kişilər xanımlarının soyadlarına keçir. düzgün deyil elə bir şey. Siz normal baxırsınız həyat yoldaşının soyadına keçən kişilərə. Yəni normal baxırsınız buna? Bəli, normal baxıram da. Qadının razılığıyla ad keçilir. Peki həyat yoldaşınız sizin soyadınızı keçmək istəsə, Bəli, razı olaram. Mən özüm yəni keçmərəm, yəni istəyirəm öz soyadımda qalam. Amma o keçmək istəsə əlbəttə niyə də olmasın. Məncə problem deyil əslində. Yəni fərqi yoxdur. Mən onun soyadına keçim, o mənim soyadıma keçsin. Adına yəni heç bir fərqi yoxdur. Yəni problem edəcək bir mövzu deyil. həyat yoldaşınız sizin soyadınıza keçmək istəsə müsbət qarşılayarsınız? Da, hə. Normal baxardım. Son zamanlarda kişilər evlənən zaman qadınların soyadlarına keçirlər. Nə düşünürsünüz bu haqqda? Heç nə düşünmürəm. Yəni xanımınızın soyadına keçmək istəyirsiniz? Xeyr. Hamı şəxsi fikirdə ona görə. Hörmətlə yanaşmasam da Evlənən zaman xanımınızın soyadına keçərsiniz? Xeyr. Niyə görə? Nə bilim, adətən ənənədən kişi soyadında qalar da. Mən də eyni fikirdəyəm şəxsən. Tamam. İnandım. Mən düşünürəm şəxsən, mən razı deyiləm. Keçməsin mənim soyadına. Çünki mən də onun soyadına keçməyəcəm. Öz soyadım keçəydi. Qadınların soyadına keçirlər. Normal baxmıram. Həyat yoldaşınız, Yəni görmüşük ki, yəni qadın kişinin soyadına keçsə də, bəs həyat yoldaşınız sizin soyadınıza keçmək istəsəydi nə deyərdiniz, nə düşünərdiniz? yox mən razı olmazdım. Yəni əvvəl necə indi elə. Olmaz deme. Olmaz, olmasa olmaz. Statistikada var ki, son bu 3 ayda 6 kişi nikah zamanı qadının soyadına keçib və hər il bu təkrarlanır. Nə düşünürəm? Mən keçmərəm. Deyirəm, fikir versən, qadınlar deyir ki, mən razı deyiləm, amma kişilər deyir ki, hə, pullu olsa niyə keçmirəm? Zamanə dəyişib. Orxan, xanımın soyadına keçmək istəyərsən.